Ramanada binaların birində sakinlər hər an təhlükə ilə üzdədirlər. Bəzi ailələrə də kompensasiya verilib, amma nədənsə 17 ailəyə verilməyib. Səbəb nədir? Baxırıq. Mən elə başa düşdüm ki, ev elə başıma düşüb. Bizə kompensasiya ayrılmayıb. Versin o pulu mənə, mən heç bir şey istəmirəm. Ramana qəsəbəsi 12 Mədən küçəsi bina 43 ünvanındayıq. Burada sakinlər uzun müddətdir ki, binadakı problemlərlə üz-üzədirlər. Onların sözlərinə görə bina qəzalı vəziyyətdədir və bəzi qonşular kompensasiya alaraq köçürülüb. Amma onların bir hissəsi hələ də kompensasiya ala bilməyiblər. Yağış olanda, külək olanda mən elə başa düşdüm ki, ev elə başıma düşüb. Yaşamaq mümkün deyil ha. Evim nəmişlikdir, 2 mart ayı veriləcək. Yanvarda 20 nəfərə verdilər. İnanırsan, döyüntü ilə yaşayırıq ki, nə vaxt bu uçacaq bizim başımıza. Qəzalı vəziyyətdədir, biz köçmək istəyirik. Bir ilə yaxındır, sənədlər vermişik. Yanvar ayından sənədləri vermişik, gözləyirik. Hər ay deyirlər ki, bu ay köçürüləcək, gələn ay köçürüləcək. Bizə kompensasiya ayrılmayıb. İndi mənə məsələn 30 min veriblər ki, mənim 7-8 minin borcum var. Ödən sonra mən sənə kompensasiya verəcək. Bu hansı kitabda yazılır? Bu düzgün deyil axı. Biz də getdik borc xərc etdik. Mən məsəl üçün faizə pul götürmüşəm 6 min. Apardım, verdim notarusa. O verən notarusa 8 ayda mən gözləyirəm ki, mənə indi çağıracaqlar ki, pulu verəcəklər. 36 min pula qol çəkmişəm. Versin o pulu mənə, mən heç bir şey istəmirəm. Nə artıq istəyirəm, nə əksi istəyirəm. O pulu mənə versin, mən sabah gedim ev axtarım, çıxım gedim. İstəmirəm mənim uşaqlarım qalsın burada daşın kəsəyin altında. Məsələ ilə bağlı Sabunçu rayon icra hakimiyyətindən bildirildi ki, sözü gedən ünvanda yerləşən 2 mərtəbəli 32 mənzilli yaşayış binası uzun müddət istismar olunduğundan yaşayış üçün tam yararsız vəziyyətə düşüb. 2024-cü ildən başlayaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binanın sakinlərinə birdəfəlik maddi kompensasiya ödənilərək köçürülməsi və binaların sökülməsi barədə qərar verilib. Mənzillərə dair maddi kompensasiyanın ödənilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Həmin qurumdan isə bildirildi ki, Sabunçu rayonu Ramana qəsəbəsi 12-ci Mədən 43-cü korpus ünvanında yerləşən qəzalı binadan sakinlərin köçürülməsi çərçivəsində kompensasiyaların ödənilməsi mərhələli şəkildə həyata keçirilir. Buna dək köçürülmə proqramına daxil olan 31 mənzildən 14-ünə kompensasiya ödənilib. Yaxın zamanda digər mənzillər üzrə də ödənişlərin edilməsi nəzərdə tutulur.